Mənə gəlir ki, Hə. bizim kimi adamlar çox Nə bilmirəm. bilməyən adam üçün konsultasiyam var. Əksəriyyət müştərilər hansılar ki, bilmirəm başqa dillərdə necədir, amma mən başıma gələnlərdən deyim də. Hərləri olur ki, yəni adi zəng edir mənə, bir 20 dəqiqə o adamla danışıram. Həqiqi deyirəm, 20 dəqiqə o adamla danışıram, izah edirəm ki, maşının problemi nədədir. Keçən dəfə bir qardaş zəng eləmişdi, Y300-lə bağlı zəng eləmişdi. Soruşurdu məndən M274 səhv eləmirəmsə motorla bağlı. Və mən ona qeyd elədim ki, orada problem nə ilə olur? Onların problemləri injektorlarla olur. Sonra bizim Azərbaycan yanacağımız qəşəng getmir ona və məsləhət gördüm ona dizel. Amma onu dizelə izah eləyən qədər ki, nədir plusu, nədir minusu, bizim bir 20-30 dəqiqə vaxtımız getdi ki, mən ona konsultasiya və o da qeyd edim ki, konsultasiya pulsuzdur. Narahatçılıq yoxdur. Hamımız adamıq, sizə də lazım olan bir informasiyadır. Həm heç nə almasanız da olar. Əsas odur ki, mənim köməyimdən istifadə edəsiniz. Mənim üçün də o çox xoşdur.